Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Marketdən alınan broiler toyuq soyuq su ilə yuyulduqdan sonra piltim olub. Məlumata görə Bakıda marketlərdən birindən alınan broiler toyuğu evdə su ilə yuyulandan dərhal sonra döş ətli liflərinə ayrılmağa başlayır. Bəs görürsən bu hal normaldır? Ətin bu vəziyyətə düşməsinə səbəb nədir? Mövzu ilə bağlı açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bu görüntü normal, təbii toyuq ətinə xas deyil. Belə ət qida baxımından dəyərini xeyli itirir, həm də mikrobioloji risk daşıyır. Broiler toyuqlarda bu cür halların yaranmasının əsasən bir neçə səbəbi olur. Xüsusən bəzi toyuq emalı məhsulları çəkini artırmaq və ətin yumşaq görünməsini təmin etmək üçün ətin içinə sodium fosfat tuzlu su və ya jelatin tərkibli məhlullar vururlar. Bu məhlul donub ərdikcə liflərdən ayrılma baş verir. Lakin bununla yanaşı ət bir neçə dəfə dondurulub, açıldıqda hüceyrələri parçalanır, su çıxır. Səhnəyə broiler çox qısa müddətdə 35-45 günə böyüdülür. Bu da əzələlərin normal formalaşmasına imkan vermir. Belə olduqda ətin quruluşu zəif, kollagen bağ toxuması az olur. Su ilə təmasda liflər asanlıqla ayrılar. Əgər ət uzun müddət 0,4 dərəcə əvəzinə daha isti yerdə saxlanıbsa və ya son istifadə tarixi keçibsə, zülallar denaturasiya olur. Ekspert broiler alarkən diqqət edilməli olan məqamlara toxunub. Broiler toyuq alarkən ilk növbədə etiketə baxan təbii toyuq əti açıq çəhrayı rəngdə olur. Əgər ət solğun, ağ ləkəli və ya jelatin kimi görünürsə, ondan uzaq durmaq məsləhətdir. Təzə ət elastik olur. Barmaqla basanda iz qalırsa, bu ya köhnədir, ya da su ilə şişirdilib. Qoxu da ət seçimində müstəsna rola malikdir. Hətta azacıq turş və ya kimyəvi qoxu hiss olunursa belə, onu istifadə etmək olmaz.